Abşeron rayonu Məmmədli kəndinin Pasyolka adlanan ərazisində yaşayan sakinlər qanunsuz tikinti işlərinə etiraz olaraq narazılıqlarını ifadə edirlər. Bildirilir ki, ərazidə aparılan tikinti fəaliyyəti ciddi problemlərə səbəb olub və vəziyyət getdikcə daha da gərginləşir. Sakinlərin sözlərinə görə özünü Rövşən kimi təqdim edən, lakin araşdırmalar zamanı əsl adının Səyyad olduğu müəyyənləşən şəxs ərazidə qanunsuz tikinti işləri həyata keçirir. İddia olunur ki, o təbii şəkildə formalaşmış gölü süni yollarla qurudaraq həmin sahədə satış məqsədi ilə yaşayış evləri inşa edib və bu proses hazırda da davam edir. Ətrafda yaşayan vətəndaşlar bildirirlər ki, aparılan tikinti işləri zamanı yaşayış massivinin kanalizasiya xətləri zədələnib və ya bağlanıb. Nəticədə ərazi tez-tez su altında qalır. Bu isə sakinlərin gündəlik həyatına ciddi çətinliklər yaradır. Məsələnin daha narahat edici tərəfi isə iddia edilən himayədarlıq faktıdır. Etibarlı mənbələrə istinadən bildirilir ki, Səyyadın fəaliyyəti Abşeron rayonunda yüksək vəzifə tutan bir şəxs tərəfindən dəstəklənir. İddialara görə tikintiyə yatırılan vəsait həmin şəxsə məxsusdur və əldə olunan gəlir müəyyən faiz bölgüsü əsasında paylaşılır. Sakinlər qeyd edirlər ki, özünü Qarabağ müharibəsində iştirak etdiyini önə çəkərək bu fəaliyyəti üçün bir növ toxunulmazlıq görüntüsü yaradır və qanunlara məhəl qoymur. Onun yaxın ətrafında tez-tez bu qədər stres keçirirəm, dərman atıb öləcəyəm, ortada qazanan vəzifəlilərdir kimi ifadələr işlətdiyi də iddialar arasındadır. Bundan əlavə, ərazi sakinləri bildirirlər ki, həmin şəxs ətrafına topladığı bir qrup iri cüssəli şəxslər vasitəsilə əraziyə nəzarət etməyə çalışır. İddialara görə bu şəxslər əraziyə yaxınlaşan sakinlərə və jurnalistlərə qarşı aqressiv davranır, təhqiramiz ifadələr işlədir və mübahisə yaratmağa cəhd edirlər. Bu səbəbdən sakinlərin problemi ictimailəşdirmək cəhdləri dəfələrlə nəticəsiz qalıb. Baş verənlər fonunda sakinlər daha geniş bir narahatlığı da dilə gətirirlər. Onların fikrincə, son dövrlərdə Qarabağın işğaldan azad olunmasından sonra bəzi şəxslər döyüş iştirakçısı statusundan sui-istifadə edərək özlərini qanundan üstün tutmağa başlayıblar. Halbuki minlərlə insan məhz xalqın təhlükəsiz və firavan yaşaması üçün canından keçib. Sakinlər bildirirlər ki, bu müqəddəs dəyərlərin arxasında gizlənərək cəmiyyətə təzyiq göstərmək, qanunsuz fəaliyyətlərə haqq qazandırmaq yol verilməzdi. İddialara görə, bəzi hallarda yerli idarəetmə orqanları, bələdiyyələr və icra strukturlarında çalışan vəzifəli şəxslər də bu kimi proseslərdə maraqlı tərəf kimi çıxış edir və qeyri-rəsmi razılaşmalar əsasında şəxsi maraqlarını təmin edirlər. Hətta dövlətdən ayrılan müəyyən yardımlar belə müxtəlif yollarla mənimsənildiyi ilə bağlı şübhələr səsləndirilir. Sakinlər hesab edirlər ki, bu tip tikinti və layihələrdə əsl təşkilatçılar kölgədə qalır. Ön plana isə qazi və ya döyüş iştirakçısı kimi təqdim olunan şəxslər çıxarılır. Yerli əhali məsələ ilə bağlı aidiyyətli qurumların, o cümlədən rayon icra hakimiyyətinin və digər məsul dövlət orqanlarının təcili müdaxilə etməsi, aparılan tikintilərin qanuna uyğunluğunun və baş verənlərə hüquqi qiymət verilməsini tələb edirlər.